Qaraciyər piylənməsi hazırki dönəmdə insanların demək olar böyük əksəriyyətində rastlandığımız bir problemdir. Yəni bunun elmi adı steatoz da deyilir, hepatosteatoz da deyirlər. Qaraciyər hüceyrələrində piy damlalarının toplanmasıdır. İlkin etapda bu sadə bir steatoz kimi qiymətləndirilir. Amma zaman keçdikcə o steatohepatitə keçə bilər. Yəni artıq həmin bir piy damcıları qaraciyəri zədələyə bilər. Necə bilirik biz bunu? Qan analizi ilə. Əgər qan analizində biz qaraciyərə xas fermentlər var, onların aktivliyi yüksəlirsə, artıq biz deyirik ki, qaraciyərin piylənməsi qaraciyəri zədələyib. Müalicə olunmasında fayda var, lazımdır. Çünki müalicə olunmasa davamında bu qaraciyərin fibrozlaşmasına, daha sonraki mərhələdə qaraciyərin sirrozlaşmasına gətirib çıxarda bilər. Müalicəsində ən önəmli hallardan biri xəstənin vəziyyətinin aktivliyidir. Gündəlik aktiv, dinamik vəziyyətin olmasıdır. Yəni bir hərəkətli bir vəziyyətdə olması, aktiv bir, yüngül bir gimnastik hərəkətliyin olması. Burada mütləq araşdırılmalıdır yanaşı xəstəliklər. Yanaşı xəstəliklərdən də ən vacibi şəkərli diabet xəstəliyidir. Çünki şəkər mübadiləsisi pozulanda şəkərin artıq hissəsini orqanizm piyə çevirir və depo olaraq depolara vurur. Yəni depolar da dərinin altındakı piy qatıdır, qaraciyərdir, mədə-altı vəzdə olan depolardır. Ona görə bunun müalicəsindən əvvəl həm araşdırılmalıdır yanaşı xəstəliyi varmı və müalicə deyəndə təbii ki, qaraciyər piylənməsini azaldan preparatlarla yanaşı müxtəlif aktiv həyat tərzi olmalıdır.